Salam əziz tələbələr, mən Master nömrə 1 Tədris Mərkəzinin İngilis dili müəllimi Gülər Hümbətzadə. Bugün sizlərlə yay dərsləri quiz 2-nin izahını paylaşacağım. Gəlin vaxt itirmədən ilk öncə dinləmədən başlayaq, transkriptlə birlikdə listeningi dinləyəcəyik. Hello, Paragliders Paradise. How can I help you? Oh, hi. I'm interested in doing a course in paragliding. Which course are you interested in? Well, I'm not sure. What's available? Well, we've got the introductory course, which lasts for 2 days. Okay. Or there's the 4-day beginner's course, which is what most people do first. I tend to recommend that one. And there's also the elementary pilot course, which takes 5 to 6 days, depending on conditions. We might try the beginner's course. What sort of prices are we looking at? The introductory is $190. The beginner's course, which is probably what you'd be looking at, is $320. No, sorry, $330. It's just gone up. And the pilot course is $430. Right. And you also have to become a member of our club so that you're insured. That'll cost you $12 a day. Everyone has to take out insurance, you see. Does that cover me if I break a leg? No, I'm afraid not. It covers you against damage to other people or their belongings, but not theft or injury. You would need to take out your own personal accident insurance. Just let me take down a few details. What's your name? Maria Gentle. And your address, Maria? Well, I'm a student staying with a family in Newcastle. So it's care of Mr. and Mrs. McDonald. like the hamburgers. Yes, exactly. McDonald. Birinci suala baxsaq, bizdən soruşur ki, choose a correct statement according to the dialogue. Dialoqa əsasən düzgün fikri seçəcəyik. The introductory course lasts for 4 days. Gəlirik, axtarırıq transkriptdə. Introductory course neçə gün davam elədiyi haqqında. Bizə verilib ki, beginner kursu 4 gün davam edir. Introductory deyil, ona görə A bəndi yanlışdır. Beginner's course costs $330. Fikir verdinizsə dinləmədə, əvvəlcə 320 deyir. Daha sonra no sorry 330, yəni əvvəl 320 deyib, sonra 330 dedi və deyir ki, it has just gone up, yəni qiymət qalxıbdır. Yəni bizim düzgün cavabımız elə həmin cümlədən də bəllidir ki, B bəndidir. Daha sonra keçirik ikinci suala. Which of the following questions does the dialogue answer? Bu suallardan hansından dialoqda cavab var? Əslində, birinci sualı düzgün yazandan sonra ikinci sualı yazmaq çox asan olur. Nəyə görə? Çünki beginner course-un qiymətini bildik, $330-dır. Fikir verirsinizsə, B bəndində bizdən elə həmin beginner course-un qiymətini soruşur. Ona görə düzgün cavabımız B bəndidir. Digər suallara isə dialoqumuzda cavab yoxdur. Üçüncü sualda isə bizdən soruşur ki, what does the insurance provided by the club cover? Yəni, klub tərəfindən hansı sığorta təmin olunur? Hansı sığortanı əhatə eləyir? Gəlib üçüncü sualın cavabına baxsaq. Əvvəlcə qız soruşur ki, does that cover me if I break a leg? Yəni, qıçımı sındırsam, bu yəni, sığorta bunu əhatə eləyəcəkmi? Cavabda isə deyir, no, I am afraid not, yəni əhatə etmir. Bəs nəyə əhatə edir? It covers you against damage to other people or their belongings, but not theft or injury. Yəni, oğurluq, yaralanma bunları əhatə etmir, ancaq başqa insanların vasitələrinə, əşyalarına bir xələl yetirəndə bunu əhatə edəcək. Baxırıq, o hansı variantdır? Cavabımız damage to other people or their property. Yəni, burada belonging deyir, burada isə property deyir. Onlar bir-birlərinin sinonimləridir. Yəni, mal, mülk o mənada. Complete the sentence according to the dialogue. To take a paragliding course, Maria also needs to pay for. Yəni, bu kursu götürmək üçün, bu kursu seçmək üçün Marianın həmçinin nəyə pul ödəməlidir?
Gedirik transkriptə. Burada deyir ki, and you also have to become a member of our club so that you are insured. That will cost you $12 a day. Everyone has to take out insurance, you see. Yəni, nə etməlidir? $12 əlavə pul ödəməlidir sığorta üçün. Baxırıq ki, bu variantımız hansıdır? Membership of the club for insurance. Sığorta üçün, yəni kluba üzvlük. 5-ci sualda isə bizdən soruşur ki, it is clear from the dialogue that, yəni dialoqdan aydındır ki, qısacası buradan düzgün variantı seçəcəyik. Maria already has personal accident insurance. Xeyr, bu hələ $12 ödəyib sonra sığortalanır. Yəni, deyir artıq onun qəza sığortası var. Xeyr, yoxdur. The beginner's course is the most commonly chosen option. Beginner course insanların yəni ən çox seçdiyi, ümumi ən çox seçilən seçimdir. Lap dinləmənin əvvəlində biz bunu eşitdik ki, or there is the 4-day beginner's course which is what most people do first. Yəni cümlə eyni olmasa da, bəzən olur ki, dinləmədə cümləni birəbir eyni vermirlər. Sadəcə siz o cümlənin məğzindən başa düşməlisiniz ki, düzgün cavab budur. Yəni which is what most people do first nə deməkdir? Yəni əksər insanların ilk götürdüyü, ilk elədiyi, ilk seçdiyi seçim nədir? Beginner course. Bizdə də B variantında elə həmin cümləni demək istəyir ki, the beginner's course is the most commonly chosen option, yəni ən çox seçilən seçimdir, optiondur. Ona görə cavabımız B bəndə olacaq. Digər variantlarımız isə yanlışdır. İndi isə gəlin keçək mətnimizə. Smoking ilə bağlı bir mətindir. 6-cı sualdan başlasaq, the invention produced just 200 cigarettes each minute, less than what a skilled person could achieve. Demək, orada bir ixtira baş vermişdi ki, hər dəqiqəyə 200 siqaret icad olunurdu, yəni həmin cihaz vasitəsilə. Amma burada deyir ki, bir insanın edəcəyindən daha az bir rəqəmdir 200. Biz qayıdıb mətnə baxsaq, deyir ki, who could make a machine that made 4 cigarettes at once? İnsan bir dəqiqə ərzində ümumiyyətlə 4 siqaret yarada bilirdisə, amma həmin maşın 200 siqaret, yəni həmin cihaz deyək, 200 siqaret could make yarada bildi. Halbuki bu more than the 4 cigarettes, düzdürmü? Yəni 4-dən böyükdür də 200. Amma bizim 6.1-də deyir ki, less than, yəni bu yanlışdır. Gəlin işarəliyək false. Cigarettes were not yet widespread at the beginning for the 20th century. 20-ci əsrin əvvəllərində siqaret hələ də geniş yayılmamışdı. Bu tip cümlələr, bu tip suallar mətnlərdə demək olar ki, məşhur suallardan biridir. Nəyə görə? Tarixlə bağlı rəqəmlər olanda belə çaşdırıcı suallar olur ümumiyyətlə. Baxın, mətndə deyir ki, 1900-cü ilədək not many people smoked. Yəni, çox insan siqaret çəkmirdi. 1900-cü ildə 20-ci əsrin əvvəli sayıldığı üçün bizim bu cümləmiz düzgündür. Yəni, cümləmizdə də deyir ki, 20-ci əsrin əvvəllərində geniş yayılmamışdı. Yəni, 1900-cü ilədək çox adam çəkmirdi, elə 20-ci əsrin əvvəllərində geniş yayılmamışdı cümləsindən bərabərdir. Ona görə cavabımız true. In 1944, an American government report said smoking is bad for people's health. Baxırıq, deyir, 1944-cü ildə nə baş veribdi? Yəni, Amerikan hökuməti deyibdi ki, insanlar sağlığı üçün smoking, yəni siqaret çəkmək pisdir. Bununla bağlı, bəli, mətndə cümlə var idi, sadəcə bizdə 1964-də deyib onu. 1944-də deyil, 1944-də aid hadisə fərqli bir hadisədir. Bizim cümləmiz budur. Said that smoking is bad for people's health. Bəli, amma 44-də yox, 64-də olduğu üçün cavabımız false olur. The US government encouraged soldiers to smoke heavily after 1988. US deyir hökuməti insanları 1988-ci ildən sonra həvəsləndirdi. İnsanlar deyil də əskərlər, daha doğrusu soldiers, daha çox smoke eləməyə, yəni daha çox siqaret çəkməyə. Yəni bu cümləni mətndə baxmasaq da təxmin eləyə bilərik ki, belə bir şey ola bilməz axı. Yəni insanlara bunu qadağa eləyərlər də, niyə həvəsləndirsinlər ki? Yenə də gəlin baxaq.
1988-dən bəri Amerikanlar 18 yaşın altında olan insanlar üçün siqaret almaq prohibit, qadağan etdi. Amma burada nə deyir? Encourage, həvəsləndirdi. Demək ki, cavabımız nədir? Yanlış. 7-ci suala baxsaq, answer the question according to the passage. Which event most contributed to the rapid rise of cigarette production in the late 19th century? Hansı hadisə töhfə verdi ki, 19-cu əsrin sonlarında siqaret istehsalı sürətli artımı baş versin? Biz də bilirik ki, bir ixtira baş verdi. Bir dəqiqə nə vaxtı soruşur bizdən? 19-cu əsrin sonlarında. 19-cu əsrin sonlarında hansı dövrdür? Yəni 1850-lərdən sonralara baxacaq da, təbii ki. 1888-ci ildə nə baş veribdi? Az öncə digər sualda da baxdıq. He invented a machine that could make 200 cigarettes each minute. Yəni bir dəqiqəyə 200 siqaret hazırlayan bir qurğu var imiş. Onun sayəsində, yəni siqaretin artımı sürətli baş verdi. Cavabımız nə olacaq buna görə? The invention of a high-speed cigarette making machine. Yəni yüksək sürətli siqaret hazırlayan maşının ixtirası. Keçək 8-ci suala. Complete the sentence according to the passage. By 1900 ilədək nə baş verdi? Biz o suala da, yəni o cümləyə də az öncə baxdıq. Not many people smoked. Çox insan siqaret çəkmirdi o vaxta qədər. İndi baxaq görək. O cümlənin eynisi yazılmaya bilər, amma o cümlənin sinonimini axtarmalıyıq biz. A bəndə deyir, many people smoke regularly, yəni müntəzəm olaraq çox insan siqaret çəkirdi, xeyr. Bütün dünyada smoking qadağan olundu, xeyr. Amma C bəndə deyir ki, az şəxs, yəni individuals people-un sinonimidir, yəni az insan, az şəxs onlardan istifadə elədi. Yəni həqiqətən də not many people smoked bərabərdir few individuals used them. Cavabımız oldu C bəndi. 9-cu sualda what does the word prohibit mean in the passage? Prohibit nə deməkdir? Az öncə dedim uşaqlar. Qadağan etmək deməkdir. Burada da qadağan etmək sözünün sinonimini axtara bilərik. Bir şey deyir, to make something, yeni nəsə hazırlamaq, müntəzəm olaraq siqaret çəkmək. Amma C bəndində nə deyir? To forbid something by law or rule. Yəni qanunla, qayda ilə bir şeyi forbid, qadağan etmək. Elə forbidlə də prohibit bir-birinin sinonim olduğu üçün cavabımız C bəndidir. D bəndində icazə verməkdir, permission icazədir. Y bəndində isə gizlincə siqaret almaqdır. Yəni bunun qadağan etmək sözü ilə heç bir əlaqəsi yoxdur. 10-cu sual bizdən soruşur ki, which of the following questions does the passage answer? Bizdən 5 dənə sual verib. Bunlardan hansısa ikisinə və yaxud üçünə mətndə cavab olmalıdır. What is the best way to quit smoking? Smokingi atmağın, yəni siqareti tərk etməyin, belə deyək, ən yaxşı yolu nədir? Mətndə ümumiyyətlə, əgər mətni diqqətlə oxumusunuzsa, görərdiniz ki, orada ümumiyyətlə siqareti tərk etməyin yolları haqqında danışılmır. Qadağan olunmağından danışır, az çəkilməklə, çox çəkilməklə danışır, amma tərk etmək haqqında heç bir informasiya yoxdur. What is the most popular cigarette brand today? Hal-hazırda ən məşhur siqaret brendi hansıdır? Bu haqqda da heç bir məlumat yoxdur. What company offered a reward for creating a cigarette making machine? Hansı şirkət mükafat təklif elədi siqaret hazırlama maşını yaratmaq üçün? Burada var. An American company called Allen & Ginter. Yəni şirkətin adı budur. Baxın, $75,000 təklif eləyibdi, offer to give. Ona görə cavabımız var. What age restrictions exist in the US for buying cigarettes? Buna az öncə baxdıq. 18 yaşı idi. Uşaqlar baxaq. Yenidən baxaq. Under the age of 18. Yəni 18-dən aşağı yaşda qadağan olunub. Yəni 18-dən yuxarı mümkündür almaq. 4-cü cavabı var. How much profit do cigarette companies make each year? Nə qədər gəlir əldə eləyirlər? Onu biz bilmirik. Siqaret şirkətləri nə qədər gəlir əldə elədiyini bilmirik. Yəni, mətndə ona cavab yoxdur. İkinci mətnə keçsək, su ilə bağlı bir mətndir. Suyun formalarından danışır, buxarlanmadan danışır, kondensasiyadan danışır. Əgər oxumusunuzsa, yəni bunları görmüsünüz, maraqlı bir mətndir. 11-ci sualda bizdən nə soruşur? The water cycle starts when the sun heats up water and it turns into vapor or steam.
Yəni su dövriyyəsi nə ilə başlayır? Necə başlayır? Günəş əvvəlcə suyu isidir və bu buxara çevrilir. Bunu mətnə baxmadan da bilə bilərik ki, cavab düzgündür. Sadəcə gəlin mətndə o hissəni axtaraq. When the sun shines on bodies of water such as lakes, rivers and oceans, the heat causes the water to turn into vapor or steam. Cümlənin eynisi mövcuddur mətndə. Demək ki, cavabımız nədir? True. When water reaches the earth, su yer səthinə çatanda, it follows same path. O eyni cığır, eyni izlə gedir. Baxaq bir dənə uşaqlar. Səhv eləmirəmsə mətndə different path yazılmışdı. Yazıb da axtara bilərik rahat. Once the water reaches the earth, it follows different paths. Same eyni deməkdir, different müxtəlif deməkdir, yəni bir-birinin əksidir. Demək ki, cavabımız nədir? False. By using water carefully and polluting it, we can make sure we have enough water for the future. Məncə heç bunun üçün mətnə baxmayaq. Niyə? Deyir ki, əvvəlcə deyir suyu ehtiyatlı istifadə etsək, amma arxasıca deyir ki, onu çirkləndirsək. Suyu çirkləndirsək, biz necə əmin ola bilər ki, bizim gələcək üçün kifayət qədər suyumuz var? Bir şey ki, çirklənibsə, demək ki, gələcək üçün yetərli qədər suyumuz olmayacaq da. Elə bu cümlədə də var. By using water wisely and preventing pollution. Yəni, çirklənmənin qarşısını alsaq əmin olacaq ki, gələcək üçün yetərli suyumuz var. Çirkləndirsək, yox. Ona görə bu false-dur. Once water reaches the earth's surface, all of it immediately soaks into the ground. Su yer səthinə çatanda onun hamısı dərhal, yəni torpaq tərəfindən udulur. Baxaq görək, hamısı mı udulur? Gəlin o cümləni axtaraq. Bir saniyə yazaq ground. Some of it. Baxın uşaqlar, bu cümlədə deyir ki, some of it soaks into the ground. Yəni onun bir hissəsi torpaq tərəfindən udulur. Amma qalanları yazır underground acquired saxlanılır və sair ağac bitkilərin kökünə gedir. Yəni hamısı torpaq tərəfindən udulur deyə bir şey yoxdur. Some of it. Some of it ilə all of it eyni mənanı vermir. All hamısıdır, some biraz bəzi deməkdir. Bu hissəyə görə bizim cavabımız false olur. 12-ci sualda bizdən soruşur ki, what does the word sustainable mean in the passage? Sustainable sözünün mənası, sustainable sözü burada var. Ümumiyyətlə, sustainable nədir? Bunu izah eləmək istəyərdim. Davamlı dayanıqlı deməkdir və bunu ümumiyyətlə necə başa düşün? Davamlı dayanıqlı deyəndə, yəni nəyə nəzərdə tuturam? Məsələn, biz deyirik ki, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün sustainable metodlar düşünməliyik. Mən burada sustainable metod deyəndə nəyə nəzərdə tuturam? Yəni, elə bir metod seçməliyik ki, ətraf mühitin çirklənməsinin qarşısını alaq, ətraf mühiti ziyan vurmayaq. Yəni, sustainable metod deyəndə həmişə ağlınıza bu cümlə gəlsin. Bizə baxırıq o cümlə hanı bu variantlarda. Using methods that don't harm the environment. Ətraf mühiti korlamayan, xarab etməyən, zədələməyən metodlardan istifadə. Yəni, sustainable tam olaraq bu cümlədir. Answer the question according to the passage. 13-cü suala baxırıq uşaqlar. What are the three main forms of water? Suyun əsas 3 forması hansılardır? Bərk, maye, qaz. Düzdürmü? Bərk nədir? Solid, maye, liquid. Qaz da elə qaz olur. Cavabımız A bəndidir. 14-də deyir, complete the sentence according to the passage. Cümləni tamamlayacaq mətnə görə. Understanding the water cycle is vital. Uşaqlar, vital vacib deməkdir, important sözünün sinonimidir. İstəyirsinizsə important sözünün digər sinonimlərində yazım, elə özünüz üçün qeyd edərsiniz. Important, vital, elə vitaldan başlayaq. Crucial, essential, daha sonra necessary. Important sözünün daha çox qarşılaşacağınız sinonimləri bunlardır. Yadınızda saxlasanız çox yaxşı olar. Gələcəkdə essay yazanda da istifadə edəcəksiniz. Water cycle başa düşmək deyir, vacibdir. Niyə vacibdir? Baxın, eyni cümlə burada var. Understanding the water cycle is important for conserving water resources. Yəni, su mənbələrini qorumaq üçün. O cümləni necə başa düşürük? Yəni, niyə qoruyuruq? Ona görə qoruyuruq ki, arxasıca da izah edir ki, yəni bu suyu ağıllı istifadə eləsək, əmin olacaq ki, özümüz üçün də, planetimiz üçün də gələcəkdə suyumuz var yetərli qədər. For ensuring enough drinking water. Kifayət qədər içməli suyun
olmağından əmin olmaq üçün də. Yəni bilək ki, var su. 15-ci suala keçirik. Which of the following questions does the passage answer? Bunlardan hansına mətndə cavab var? What determines the type of precipitation? Uşaqlar, precipitation çöküntü deməkdir. Deyək, çöküntünün növünü nə təyin edir? O da burada var. Precipitation can be in the form of rain, snow, sleet or hail. Yəni bu yağış formasında, qar formasında, dolu formasında ola bilər. Nədən asılı olaraq? Depending on the temperature. Nə deməkdir? Yəni bunu müəyyənləşdirən nə oldu? Temperatur. Cavabımız varmı? Var. What does the water cycle differ in tropical regions compared to polar regions? Bu haqda heç bir məlumat yoxdur. Yəni tropik regionlarla polar regionlar müqayisədə water cycle'lar necə fərqlənir bir-birlərindən? O haqda nəsə yoxdur. What is the first step of the water cycle? Su dövriyyəsinin, yəni ilk stepi nədir? Var bununla bağlı mətndə cümləmiz. Water cycle starts with a process of evaporation. Yəni buxarlanma ilə başlayır ilk. Cavab var. How much time does it take for the water cycle to complete? Bir su dövriyyəsi başa çatması üçün nə qədər müddət lazımdır? O haqda mətndə bir məlumat yoxdur. What happens to water vapor in the atmosphere? Su buxarına nə baş verir? Yəni ona nə olur atmosferdə? Bu olmalıdır mətndə. Gəlin axtaraq. This vapor rises into the atmosphere. Once in the atmosphere, the water vapor cools down and condenses into tiny droplets, forming clouds. Yəni temperaturu aşağı düşür, kondensasiya olur kiçik dropletlərə, yəni damcılarla və buludlar əmələ gətirir. Cavabımız var. 1, 3, 5. Yadınızda saxlayın, qəbulda, yəni hər mətnin sonunda bir bu sualda mütləq olur və bu sualda 2 yaxud 3 düzgün cavab olur. Yəni 1, 4, 5 mümkün deyil də. Ya 2 dənə düzgün cavabınız olacaq, ya 3 dənə. 16-cı sualda bizə deyir ki, choose a logically correct ending. Yəni bu tip suallar da məşhur suallardır qəbul üçün. Cümlə verir, arxasını siz tamamlayırsınız. Nəyə əsasən? Məntiqə əsasən. Yəni qrammatika deyil də, sadəcə tərcümə eləməlisiniz. The student recited the poem in such a good way that tələbə elə gözəl şəkildə şeir söylədi ki, demək, gözəl şəkildə şeir söyləyibsə, mən pozitiv mənalı bir cümlə axtaracam da, negativləri çıxacam, düzdürmü? Niyə? Çünki gözəl şeir söyləyibsə, hər kəs bunu bəyənib. Scolded danlamaq deməkdir, yəni məktəb direktoru onu niyə danlasın ki? Heç kim deyir, başa düşmədi. Dostlarının bəziləri onu alqışlamaqdan çəkindi, tərəddüd elədi. Müəllimlərinin əksəriyyəti onu təriflədi. Praise tərifləmək deməkdir. Bəli, bizim elə cümləmizin ardı bu olmalıdır. Onun valideynləri deyir, concerned nədir uşaqlar? Narahat oldular. Onun yanlış münasibətinə, davranışına görə narahat oldular. Xeyr. Yəni biz bir növ cümləni oxuyanda başa düşdük ki, pozitiv mənalı bir tamamlanma olmalıdır. Ending tapmalıyıq. 17-ci sualda bizdən soruşur. Cümlə verib, cümləni yenə ardını tamamlayacaq. The population of the country was 4 million 50 years ago. 50 il əvvəl 4 milyon imiş ölkənin əhalisi. Now it is 7 million. Amma indi 7 milyondur. Demək 4 milyon imiş, indi 7 milyondur. Population nə olubdur? Artıbdır. Dropped, declined, fallen, gone down. Bunlar 4'ü də azaldı. Deməkdir, bir dənə increase'in mənası artmaq deməkdir. Ona görə cavabımız nə olacaq? Y-bəndir. 18-ci sualda deyək düzgün, yenə tamamlamanı seçirik, cümlənin ardını seçirik. If somebody is in danger, əgər bir nəfər, bir kəs, kimsə təhlükədədirsə, you mustn't, sən neynəməməlisən, inkar verib. Deyir, sən onu xəbərdar etməməlisən, səhvdir təbii ki. Sən onu qorumamalısan, sən ona yaxşı məsləhət verməməlisən, sən onu müdafiə etməməlisən, amma B-bən də deyir ki, sən onu yalnız buraxmamalısan, yəni onu tərk etməməlisən. Bəli, kimsə təhlükədədirsə, onu deyir, tərk etməməlisən də düzgün cavabımız B-bəndir. 19-cu sualda choose a correct sentence with the same meaning. Düzgün cümləni seçin, eyni mənalı. Nə deməkdir? Bizə bir cümlə verib. The boy doesn't get on well with his schoolmates. Oğlan bu sinif yoldaşları ilə, məktəb yoldaşları ilə yola getmir. Get on well, yola getmək deməkdir. Doesn't get on well dediyi üçün bizə bilirik ki, inkar edir də, yola getmir. Yəni,
bir-birləri ilə yola gedə bilmirlər. Bu cümləni verib və bu cümlənin sinonim cümləsini axtarırıq. Ola bilər cümlənin sözləri içərisindəki sözlər sinonimlə əvəz olunar. Ola bilər ki, cümlənin quruluşu dəyişir, amma məğzi eyni olmalıdır. Məsələn, A bəndində deyir ki, he's lucky, o şanslıdır ki, elə sinif yoldaşları var. B-də deyir ki, onun sinif yoldaşlarının yaxşı əlaqəsi var. C-də deyir ki, o elə səmimi davranır ki, onlarla. D-da deyir ki, onun sinif yoldaşları onun davranışını bəyənir. Amma Y-də deyir ki, oğlanın classmate, yəni sinif yoldaşları ilə əlaqəsi are tense, gərgindir. Gərgindir nə deməkdir? Yəni yaxşı yola gedə bilmirlər. Həqiqətən də bizim cümləmizin sinonimi nədir? Y bəndi. 20-ci sual nəhayət sonuncu sualımızdır. Complete the sentence logically. Məntiqə əsasən cümləni tamamlayacağıq. Choose the qualities that people should avoid. Avoid nə deməkdir uşaqlar? Avoid qaçmaq, yayınmaq deməkdir. Elə keyfiyyətlər seçməli ki, bu xarakterə aid bir şeylərdir. Deyir, bundan insanlar qaçmalıdır. Qaçmalıdırsa, negativ quality seçməliyik də, düzdürmü? Yəni pozitivləri çıxa bilərik variantdan. Dəqiqlik, səxavətlilik, düzgünlük, nifrət. Burada düzgünlük pozitiv keyfiyyətdir, amma nifrət negativ keyfiyyətdir. Bu variant ümumiyyətlə bizim cavabımız ola bilməz. Çünki biz başdan ayağa negativ quality axtarırıq. Düzdür? 2 getdi. Laziness and ignorance, tənbəllik və cahillik. Biri budur. Niyə? Çünki biz dediyim kimi deyir, avoid nədir? Yayınmaq. Yəni tənbəllikdən yayınmalısan. Tənbəl olmamalısan bu mənada. Politeness and kindness ikisi də pozitivdir. Nəzakətlik və mehribanlıq, dürüstlük və cruelty qəddardır, düzdür, amma honesty düzgünlük deməkdir axı. Yəni pozitiv keyfiyyət var da, burada bunu götürə bilmərik. Cowardice and impatience, qorxaqlıq və səbirsizlik. Bunun ikisi də negativ keyfiyyət olduğu üçün bizə də negativ lazımdır. Altını da götürürəm. Cavabımız oldu 3, 6. Quizin sonuna gəldik, çatdıq. Ümid edirəm ki, qaranlıq qalan bir məqam olmadı. Təşəkkürlər.